Sarayda, bağlardan hər kəsi salamlayıram. Yerinizi rahat edin, içəcəyinizi qarşınıza qoyun. Çünki sizə super bir təkliflə həm yaşamaq üçün, həm də investisiya üçün ideal bir təkliflə qarşınıza çıxmışam. Biz hal-hazırda saray bağlardayıq. 20 sot torpaq sahəsində, ümumilikdə 20 sotdur. Kupçada 16 sot qeyd olunub. Tam mülkiyyətdir. 750 kvadrat sahəli, 4 mərtəbəli, əlavə zirzəmi də var. Oranı nəzərə almadan 4 mərtəbəli bir tikili bina satılır. Demək, nəzərinizdə çatdırım ki, pilləkən dəfəsi binada elə tikilib ki, yəni ayrı-ayrıca hər mərtəbəni ayrıca mənzil kimi də istifadə etmək olar. Bu mərtəbə hal-hazırda təmirsizdir. Bir daha vurğulayıram. 20 sot torpaq sahəsində 720 kvadrat, çıxarış kvadraturasını deyirəm hal-hazırda bir tikili. Villa da demək olar, bağ da demək olar. Yəni təyinatı üzrə kim necə istifadə eləsə adını elə də qoyar. Digər mərtəbələr təmirlidir. Hər mərtəbənin proyekti eynidir, yəni ki 3 yataq otağı, hər mərtəbədə sanitar qovşaq, mətbəx, baxın belə bir mətbəx, geniş belə, çox geniş bir zal. Demək, buranı kimlər ala bilər? O insanlar ki, böyük ailələri var, 4 qardaşdılar, 4 bacıdılar və yaxud da yəni ki, böyük ailəsi var, hamısı bir yerə gəlmək istəyir, o insan yaxud da alsın, yaxşı gəlir gətirə bilən, icarə edən, gəlir gətirə bilən bir bina ola bilər bura, yəni yaxşı icarəyə verə bilər. Bağladılar, yəni bu mərtəbədə təmirlidir. İndi izah edəcəm bir daha binanın tikilisini, çünki yuxarıdan başlamışdır. Belə bir giriş buradan. Girdiniz, geniş həyət açılır. Bağlar hər növ, bayaqdan da tutu yürüyür burada maşallah Allah. Bərəkətli olsun, super qara tutları var. 1, 2, 3, 4 mərtəbə. Əlavə zirzəmisi də var. Demək, bura pilləkən qəfəsi, 1 mənzil, 2 mənzil, 3 mənzil, 4-cü mənzildə etmək olar. Axırıncı mərtəbə terasla birlikdə. Baxın belə, hər tərəfdən öz torpaq sahəsindədir. Qonşularla heç bir aidiyyəti yoxdur, ortaq bir divarları yoxdur, necə deyərlər. Bayaqlar çəkilişi biz oradan başladıq. Terasa, gölə möhtəşəm panoraması da var. Tam ətraflı məlumat verilir və qiymət isə yəni əlin yanında qiymət olduğuna görə səsləndirilmir və hər kəsdən də rəy gözlənilir inşallah. Bu bağla bağlı Allah satana da, alana da xeyir eləsin. Bir daha vurğulayıram, 20 sotda tikilmiş belə 4 mərtəbə əlavə zirzəmi mərtəbəsi. Həyətdə belə bir baseyn də var. Kimə maraqlı olsa nömrəm profildə var, əlaqə saxlaya bilər. Allah satana da, alana da xeyir eləsin.